Davam edirik, hörmətli tamaşaçılar. Qarabağımız Azərbaycan mədəniyyətinə bir çox sənətkarları, dahi şəxsiyyətləri bəxş edib ki, onlardan biri də dahi bəstəkarımız Üzeyir Hacıbəylidir. Azərbaycan musiqisinin banisi hesab olunur və elə biz onu qeyd edək ki, bu il dahi bəstəkarın 140 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə də bir çox tədbirlər keçirildiyi kimi, digər ölkələrdə də, elə Belqradda da bu yaxınlarda dahi bəstəkarın 140 illiyi qeyd olunub. Və Təranə, əslində sən bunu qeyd etdinsə, həmişə maraqla qarşılanıb ki, ümumiyyətlə, dahi bəstəkar necə yaşayıb, onun həyatı necə keçib, gündəlik rutinində nə var idi və bilirsiniz ki, Bakı şəhərində Üzeyir Hacıbəyovun ev muzeyi fəaliyyət göstərir və bu evdə o 1915-1942-ci ildə yaşayıb və təklif edirik ki, indi elə bir canlı bağlantı eləyək. Çünki bugün bu ev muzeyin 50 yaşı tamam olur, 50'liyi idi və indi hal-hazırda elə sizə bir canlı bağlantımız olacaq ki, Ələkbər elə bizi oradan sağlamayacaq. Sabahın xeyir olsun Ələkbər, xoş gördük səni. Hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan televiziyasını izləyən tamaşaçıları salamlayır. Gününüz xoş keçsin deyirəm. Biz hazırda Üzeyir Hacıbəylinin ev muzeyindəyik. Burada olmağımız da təsadüfi deyil. Bugün, yəni 20 noyabr 1975-ci ildə Üzeyir Hacıbəylinin ev muzeyinin təntənəli açılış mərasimi olub. Muzeyin hazırlanmasında isə Eduard Kruikinin və Kazım Kazımzadənin böyük rolu olub. Muzey barədə ətraflı məlumatı isə bizə və tamaşaçılarımıza muzeyin elmi katibi Nərgiz Qədirova verəcək. Hər vaxtınız xeyir olsun Nərgiz xanım, sizi salamlayırıq. İstəyərdik bizə və tamaşaçılarımıza muzey barədə məlumatları çatdırardınız. Hər vaxtınız xeyir olsun. Bəli, bu illərin bizim muzeyimizin 50 ili tamam olur. Üzeyir Hacıbəylinin ev muzeyi 1975-ci ildə 20 noyabr tarixində Ümumilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində açılmışdır. Üzeyir Hacıbəyli bu evdə 1915-ci ildən 1942-ci ilə kimi yaşamışdır və öz məşhur əsərlərini, Koroğlunu, himnimizi, Sevgili Canan, Sənsiz romanslarını məhz bu evdə yaratmışdır. Üzeyir Hacıbəylinin evi 4 otaqdan və şəbətdən ibarətdir. Burada Üzeyir bəyin qonaq otağı, yemək otağı, yataq otağı və digər otaqlar da burada vardır. Onlar daha çox yaradıcı otaqlardır. Üzeyir Hacıbəylinin sırf özünə məxsus əşyalarını biz burada görürük. Üzeyir bəyin istifadə elədiyi əşyalarla tanış oluruq. Yəni ziyarətçiləri biz Üzeyir bəyin həyatı ilə, yaradıcılığı ilə tanış edirik və hər zaman biz bütün ziyarətçiləri bizim muzeyimizə dəvət edirik. Üzeyir bəyin yaxından həyatı ilə tanış olmaq üçün hər kəsi muzeyimizə dəvət edirik. Ətraflı məlumat üçün təşəkkür edirik. Bəli, ziyarətçilər Üzeyir Hacıbəylinin ev muzeyinə gələrək Üzeyir Hacıbəylinin irsini görə bilərlər. Bizdən bu qədər. Buyurun söz sizdədir. Təşəkkür edirik Ələkbər.